Dünən burada sakinlərin razılığı olmadan iddialara görə bir sahibkar tərəfindən Candar qəsəbəsinin girişinə saçterə yazılı lövhə qurlaşdırılıb. Qəsəbə sakinlərinin etirazından sonra meriya tərəfindən söz gedən lövhə sökülüb. Hazırda qəsəbə sakinləri imza toplama kampaniyasına başlayıb. Onlar Marniyuli meriyasına müraciət edərək bildirirlər ki, qəsəbənin girişinə Candar yazılı lövhə qurlaşdırılsın. Küçə Candar küçəsi olmalıdır, sentralni küçə olmalıdır Candarın adı. Tələbimiz odur ki, Candar küçəsi olur. Kəndin adı var. Neçə illərdir, 100 illərdir o kəndin adı Candar. Gələn deyirəm, soruşur Candar kəndi hardadır? Belə kənd deməsin, Candar hardadır? Göstəririk, yolunu göstəririk. Hazır lövhə olsa özləri görər, baxardıq. Baxsınlar da. Dədə baba ora Candar olub, Candar da gedib. O hərə bir şey qoymalı adı öyle, kəndin adı Candardır. Candar da qalmalıdır. Candar xalqı razı deyil ki, ora ayrı ad qoysunlar ya nəsədir. Candar Candardır. Meriya gəlib söküb orayı, düz elləyib. Hazırda Candar sakinləri imza toplama kampaniyasına başlayıblar. Onlar bildirirlər ki, Candar artıq kənd statusunda deyil və Marniyuli şəhərinin bir hissəsidir. Bu səbəbdən mərkəzi küçənin Candar küçəsi olduğunu və lövhədə də bu adın əks olunmasını tələb edirlər. 100 illərlə, 300 illərlə tarixi var. Qoysunlar onun öz adını, əgər qoymalılarsa. Əslində Marnoldu da, bu neçə illərdir Marnoldu, şəhərə qayıtdadır. Amma saçqırıb qoyulmaq heç məqsədə uyğun deyil, heç kimin də xoşuna gəlmir. Əsas küçələrdən birində mən istəyirəm ki, Candarın adı gedən. Xas ki, nə deyim də, əsas küçədir. Onu elə bu başdan, o saçqı ilə yazılmışdı o küçənin. Bu başdan o başda bütün Candar küçəsi getməlidir. Mən bilmirəm kim eləyibdi, onu eləyən cavab verməlidir, ödəyənə var. Cavab verəsin. Oraya qoysunlar, hazır Candar qoysunlar. Qoruzat gələndə də bilsin ki, Candar buradır. Gəlir, xəstə təntiyib, can verir, bunlar da hələ axtarır, sağ olsunlar, gəlirlər, amma tapa bilmirlər. Neçə illərlə mənim 65 yaşım var, uşaq vaxtından dədə baba bu kəndin adı Candardır. Heç olmasa Candar adı traparidi qoysun, bilsin ki, orada geçsin oraya, kənddə kimdən xəbər alsa göstərəcək. Məsələ ilə bağlı Marniyuli şəhərinin majoritar deputatı Vasil Xaplaşvili açıqlama verib. O bildirib ki, sözgedən lövhə bir vətəndaş tərəfindən öz başına qurlaşdırılıb. Meriyaya məlumat daxil olan kimi müvafiq qurumun əməkdaşları əraziyə cəlb olunaraq lövhəni söküblər. Deputat əlavə edib ki, küçə adının dəyişdirilməsi və ya yeni ad verilməsi yalnız əhalinin razılığı əsasında mümkündür. მე მინდა გუშინდელ ფაქტს გამოვეხმაურო, როგორც მოგეხსენებათ. Mən dünənki faktla bağlı açıqlama vermək istəyirəm. Nəzərinizə çatdırım ki, bir vətəndaş öz başına Candarda küçəyə başqa bir adla lövhə quraşdırıb. Marniyuli meriyasına bu barədə məlumat daxil olan kimi dərhal qərar qəbul edildi və müvafiq xidmət həmin yerə gedərək lövhəni sökdü. Mən qeyd etmək istəyirəm ki, küçəyə adın verilməsi tək başına baş vermir. Meriyada müvafiq komissiya toplanır və həmin küçənin sakinləri ilə birlikdə qərar qəbul edilir. Məsələni aydınlaşdırmaq və Candarın girişində bu cür lövhənin hansı məqsədlə qurlaşdırıldığını öyrənmək üçün adı hallanan sahibkarla əlaqə saxlanılsa da o suallarımıza cavab verməkdən yayınıb. Bundan əlavə Candar sakinləri yol problemindən də narahat olduqlarını bildiriblər. Onların sözlərinə görə xüsusilə yağışlı havalarda yolun vəziyyəti hərəkəti çətinləşdirir. Başqa problemlərimiz də çoxdur. Məsələn, hər yerdə asfalt çəkilir, hər yer gözəlləşir, amma Candar yerdə qalmış bir yer kimi sayılır. Candara heç kəs yaxın gəlmir, Candara heç kəs maraqlanmır. Amma başqa zaman, seçki zaman qabaqları ham gəlir ki, sizin işinizi belə düzəldəcəm, Candarı belə abadlaşdıracam, amma Candarda elə bir şey yoxdur. Yol problemi də var da, fakt belə maşınla gedin, baxın. Yol problemi kənddə nə? Özünüz də bu kənddə olursunuz. Gidin baxın. O arada problem. Problem var, həll edilən yox. Hələ bir dənə gəlib bir dənə şey verir. Boydan boya Rahat Məmmədov küçəsi və bunların küçəsidir. Eləcə də İşıq problemi var. bir dənə yaxşı İşıqlarımız zəif olur. Çox məhəllələrdə işıqlarımız zəifdir.
yazmışıq da, vermişik də, qol çəkmişik də, baxan yoxdur. 5-6 ay bundan qabaq, seçkilər qabaq. Söz veriblər, Məktəbimizin yox. yolu. Yollarımız düzəlsin, işıqlarımız düzəlsin, xalq normal kimi, rayon xalqı kimi yaşasın. Birinci dərəcəli məktəbin yolu düzəlməlidir. Uşaqlar məktəbə gəlirlər, gedirlər. Palçığın içində məktəbə nə tər gəlsinlər, geçsinlər. Onları sinifə qədər maşına aparmalıdır ki, birinci dərəcəli məktəbin yoludur. Ondan sonra da nə tərdir, əsas yolumuzdur. Candarın yollarına heç kəs baxmır. Biz demirik ki, məsələn, meriyadan da razıyıq, ondan deputatdan da razıyıq. Mən demirəm ki, onlar pis baxırlar, bir də yox. Amma yolumuzu düzəltməlidirlər. Biz demirik ki, meriyada pisdir, ya deputatımız pisdir, yox. Kənddir, masifdir, heç kim baxmır axır ona. Baxmalıdırlar, düzəltməlidirlər, yerimək olmur. Pusat kanalizasiya, su bütün axır. Pusat kanalizasiya axır. Zdanyan qabağından, o andan da sular axır. Kəndin yoluna kəndə girərsən, olmur. Bir sürü it var, uşaq məktəbə gələ bilmir. Bir gəlsinlər, baxsınlar da, gedirsən orada görüşə çıxmağa heç kim yaxın gəlmir. Vallahi yaxın gəlmirlər heç kim. Gəlsinlər, baxsınlar da, bu boyda kəndi elə biz doluyublar əllərinə, bir gəlsinlər, baxsınlar. Biz heç kimlə narazı deyilik, deputatımız adımız yaxşıdır. İntihası bu, təzə seçilənlər də baxmalı da, gəlib hərrəməli də, cəmaatın içinə çıxmalıdırlar. Çıxsınlar, baxsınlar, görsünlər nə var. Kəndin də adına gəlir, bizdən buradan soruşur, deyirik oradandır. Oraya bir lövhə qoysunlar ki, candar bilinsin haradır. Ona da biz razıyıq, hər şey gəlsinə qoysunlar. Ayrı bir tələbimiz yoxdur ki, yolumuz düzəlsin, istəyir masif olsun, istəyir candar olsun. Düzəlməlidir o yollar. Candarın yolu yoxdur. Marşrutkalar ayda bir dəfə acıq eləyir, yola reysə gəlmirlər milləti daşımağa ki, yol uçub, yol dağılıb, maşınımız dağılır, asfalt çəkilmir. Niyə hər yerə asfalt çəkilir? Marnoğlu küçəsi. Candar şəhərə qarışıb, şəhər sahiləyir, bir küçəsində asfaltı yox. Nəyə görə? Vasil Xafulaşvili qeyd edib ki, küçələrin layihələndirilməsi işlər aparılır və yaxın vaxtlarda yolun təmiri üçün tender elan ediləcək. Candar sakinlərindən yol infrastrukturunun qurulması ilə bağlı müraciətlər daxil olmuşdur. Mən öz seçicilərimə bildirmək istəyirəm ki, qeyd olunan küçələrin layihələndirilməsi hazırda davam edir. Layihə başa çatdıqdan sonra tender elan olunacaq və tenderin qalibi olan şirkət Candarın mərkəzi küçəsinin asfaltlanmasına başlayacaq. Eyni zamanda Çınar küçəsindən də müraciətlər daxil olmuşdur. Elektrik gərginliyinin zəif olmasında narahat olan sakinlərlə bağlı Energopro şirkətinin nümayəndəsi ilə əlaqə saxlamışam və yaxın günlərdə həmin ərazidə yeni elektrik transformatoru quraşdırılacaq ki, bu da sakinlərimizin problemini həll edəcək. Qeyd edək ki, bələdiyyə ərazisində hər hansı konstruksiyanın icazəsiz öz başına qurlaşdırılması qanun pozuntusu hesab olunur və bu hal inzibati cərimə ilə nəticələnir. Lakin hazırda söz gedən şəxsin cərimə olunub-olunmadığı barədə məlumat yoxdur.